Salam uşaqlar, bu günlərim ingilis dilindən nə ki dərslər keçmişik, onları bir-bir oxuyub təkrar eləyəcəyik. Siz də bizimlə birlikdə, Turanla birlikdə oxuyun, təkrar edin. Demək uşaqlar, əvvəlcə təzə dərsimizi oxuyaq, sonra təkrar dərslərə keçək. Gəlin başlayaq. Demək, bu günlərim lesson 3, 4, yəni lesson dərs deməkdir uşaqlar. Lesson dərs deməkdir. 3, 4. 3-ə 3 deyilər. 3. 4'e 4 deyirlər. Yəqin ki saymağı bilirsiniz. Gəlin elə saymağı da bu arada fürsətdən istifadə edib təkrarlayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Aha, ona qədər saymağı bildik. Daha sonra keçək. Demir uşaqlar. Əsas dərsimiz zəif zərtdir. Biz ona this deyirik. Uşaqlar başa düşsün deyə this deyirlər. Z ilə. Əslində o the-dir. The. Azərbaycan dilində yəni bu oxunuş yoxdur. The. Demək this bu deməkdir. Zət o deməkdir. Uşaqlar, Azərbaycan dilində də işarə əvəzlikləri var. Zaman və məkanca bizə yaxın olan əşyaları göstərmək üçün deyirik bu. Məsələn, deyirəm bu qələmi mənə ver. Yaxınlığımda olana bu deyirəm. Biraz uzaqda olanda o deyirəm. Deyirəm ki, o qələmi mənə ver. O qələm deyirəmsə demək uzaqdadır. Bu deyirəmsə demək yaxınımdadır. Həmin bu yaxınımda olan bu zisdir. Zis. Uzaqda olan isə o zətdir. Zət. Zət o, zis bu. İndi qələm nədir uşaqlar? Pen. Necə deyərsiniz? Bu qələm. Bu nə idi? Zis idi. Qələm nə idi? Pen. Zis pen. Bu qələm. O nə idi? Zət. Qələm nədir? Pen. O qələm necə olacaq? Zət pen. Demək, zis bu deməkdir. Zət o deməkdir. Bu qələm zis pen. O qələm zət pen. Kitab nədir ingilis dilində? Kitab book'dur, book. Bu kitab this book. Bu karandaş. This pencil. O kitab that book. O karandaş that pencil. Demək bu this that o. Bu qələmdir. Necə deyərik? Biri var deyirəm bu qələm. Bu cümlə deyil. Biri də var ki deyirəm sonda dırdır olur. Ki yəni bu cümlədir. Bu qələmdir. Yəni dırdır olanlar cümlə şəklindədir. Demək bu nə idi? This. Qələm nə idi? Pen. Bu qələmdir olacaq. This is a pen. This is a pen. Bu qələmdir. Bu kitabdır. This is a book. The demirəm, siz başa düşəsiniz. Z deyəcəm. This is a book. Bu kitabdır. O pozandır. That is an eraser. O qeyd dəftəridir. That is a notebook. Demək uşaqlar, təkrar eləyirik. Bu qələmdir. This is a pen. Bu kitabdır. This is a book. O pozandır. That is an eraser. O qeyd dəftəridir. That is a notebook. Bu, this, o, that. Gəlin My Dog şeirini təkrar edək. I have got a dog. Her name is Pat. She can do this. She can do that. Look at my dog. Tricks she can do. I love my dog. She loves me too. Təkrar eləyək uşaqlar yenə. Mənimlə bərabər deyin görüm. Turan sən də dinən. I have got a dog. Her name is Pat. She can do this. She can do that. Look at my dog. Tricks she can do. I love my dog. She loves me too. İntura, mənlə birlikdə nəyi təkrarlayacaqsan? Bayaq dediyimiz işarə əvəzliklərini təkrar elə görün balam. Bu qələmdir. Bu qələm. This is a pen. This is a pen. This is a pen. Aa yaşa. This is a pen. Bu qələmdir. This is a pen. Bu qələm. Maşallah. Bu kitabdır. This is a book. This is a book. Aa yaşa.
O pozandır. Pozan, balam, ireziyadır, ireziya. Biləm. O ən artırırıq ha. Onlar demək necə olur? Uşaqlar, indi deyə bilərsiniz ki, bu isimlərin, bu iki dənə ismin qabağına A yazmısınız. Bunlara A-nı yazmısınız. Bunlar nə deməkdir? Yaxşı, bunu bildik ki, bu pendir, bu bukdur, bu iri. Uşaqlar, ingilis dilində bax görürsüz, əşya təkdir. Qələm deyir də, qələmlər demir. Əşya tək olanda, sayıla bilən olanda, samitlə başlayanda qabağında A yazılır, E oxunur. İngiliscə yazıldığı kimi oxunmur. E artırırıq. Bunlar artikeldir. Qeyri-müəyyən artikeldir. Yəni çoxlu əşyanın içərisindən birini götürürsən. Samitlə başlayıb P, B, bizdə necə P hərfi, B hərfi samitdir, ingilislərdə də samitdir. Adı fərqi olsa biz P deyirik, onlar P deyirlər. Biz B deyirik, onlar B deyirlər. Neysə ki, samitlə başladığına görə qabaqlarında E artikel olur. A yazılır, E oxunur. Amma baxırsınız, E bizdə də saitdir. İngilislərdə bu I oxunur, I hərfidir. Demək, bu E bizdə saitdir də, düzü ingilislərdə də saitdir. Saitlə başlayanda söz, təkdə olanda qabağına A-nı yazır, ən oxunur. Ən artikel artırırıq, amma samitlə başlayanda E artırırıq. Yəni ki, bu o deməkdir ki, qarşılarında bunları görəndə bilin ki, onlar artikeldir, heç bir məna vermirlər. Demək balam, bu qələmdir necə olacaq? This is a pen. Bu kitabdır. This is E-book. a book. O pozandır. Artıq this deməyəcəyik, zət deyəcəyik. Çünki that is an eraser. Halaldır sənə. That is an eraser. That is an eraser. Halal olsun sənə. O qeyd dəftəridir. That is a notebook. A notebook. That is a notebook. O qeyd dəftəridir. Demək, biri var ki, copybook. Yazdığımız dəftər. Bax, buna copybook deyirlər ingilislər. Bax buna. Copybookdur bu. Bir də var, balaca not dəftərlərimiz olur. Ona qeydlərimizi, vacib olan qeydlərimizi yazırıq. Ona notebook deyirlər. Not elə qeyd deməkdir. Deyir, sənə not götürmək və s. İndi şeirimizi bir də deyək. I have got a dog. Her name is Pat. She can do this. She can do that. Look at my dog. Tricks she can do. I love my dog. She loves me too. I have got a dog, yəni mənim bir itim var. Her name is Pat, onun adı Pat'dir. She can do this, o bunu da edə bilir. She can do that, o onu da edə bilir. Look at my dog, yəni mənim itimə baxın. Tricks she can do, onun edə biləcəyi fəndilərə. I love my dog, mən itimi sevirəm. She loves me too, o da həmçinin məni sevir. This is a pen, bu qələmdir. Demək, this is a book, bu kitabdır. That is an eraser, o pozandır. That is a, demək, notebook, o qeyd dəftəridir. Və o biri dərsləri təkrar eləyək uşaqlar. Burada var, qələm nədir? Qələm, pen. Pencil. Pen. Pen. Pencil karandaşdır. Qələm, pen. Xətkeş, rulə. Təkrar elə, xətkeş, rulə. Rule. Qeyd üçün dəftər, notebook. Qeyd dəftəri, notebook. Qeyd dəftəri, notebook. Karandaş yonan, pencil, sharpener. Pencil, sharpener. Qələm yonan, pencil, sharpener. Hə, karandaş yonan da. Bax, qələmi yomuruq ki, karandaş yonuruq. Karandaş yonan nə oldu balam? Pencil. Bax, pencil karandaşdır, yonan da sharpenerdir. Pencil, sharpener olacaq, karandaş yonan. İndi My Cat şeirində təkrar eləyək. I love my cat. It's fluffy and fat. My cat is gray. It likes to play. I love my cat, yəni mən pişiyimi sevirəm. It's fluffy and fat. Fluffy tüklü deməkdir, fat kök deməkdir. O tüklü və köktür. My cat is gray, mənim pişiyim bozdur. It likes to play, o oynamağı sevir. Demək uşaqlar, pen, qələm, rulə, xətkeş, notebook, dəftər, qeyd üçün. Pencil, sharpener, karandaş yonan. Demək uşaqlar, I have mənim var deməkdir. Məsələn, I have a cat, mənim pişiyim var. I have a dog, mənim itim var. I have a pen, mənim qələmim var. Bir şey var deyəndə əvvəlcə I deyirik, mənim varsa I deyirsən. I mən deməkdir. Sonra have deyirik, sonra nəyin varsa həmin əşyanın adını deyirsən. I have a ruler, qarşılarında E deyirik hamısını. Çünki yenə deyirəm, isim təkdədir, samitlə başlayırsa E deyirik.
saitlə başlayırsa an artiklı işlədirik. Əladır olacaq. It is great. It's great. Sonra excited həyəcanlı, tired yorğun. How are you? Necəsən? How are you? Necəsən? I am fine, yaxşıyam. I am happy, xoşbəxtəm. I am excited, həyəcanlıyam. I am tired, yorğunam. Thank you, təşəkkürlər. And you, bəs sən? Baxın uşaqlar, crayon flomaster deməkdir. Pencil karandaş, eraser pozan, pencil case qələm qabı. Book kitab, backpack çanta. Təkrar elədi, yadınıza düşdü? Bir də deyirik uşaqlar, baxın. It's great, əladır deməkdir. 9, 9, 10. Play again, yenidən oynayaq. Excited, həyəcanlı. Tired, yorğun. How are you? Necəsən? I am fine, yaxşıyam. I am happy, xoşbəxtəm. I am excited, həyəcanlıyam. I am tired, yorğunam. Thank you, təşəkkürlər. And you, bəs sən? Crayon, flomaster, pencil, karandaş, eraser, pozan, pencil case, qələm qabı, book, kitab, backpack, çanta. I have, mənim var. I have a pencil, mənim karandaşım var. I have an eraser, mənim pozanım var. Pen, qələm, rulə, xətkeş, notebook, qeyd dəftəri, pencil, sharpener, karandaş, yonan. I love my cat. It's fluffy and fat. My cat is grey. It likes to play. Demək uşaqlar, excited, həyəcanlı, tired, yorğun, fine, yaxşı, happy, xoşbəxt deməkdir. Thank you da təşəkkür etmək demək. Təşəkkür edirəm. Crayon, flomaster, pencil, karandaş, eraser, pozan, pencil case, qələm qabı, book, kitab, backpack, çanta, pen, qələm, rulə, xətkeş, notebook, qeyd dəftəri, pencil, sharpener, karandaş, yonan. This is a pen, bu qələmdir. This is a book, bu kitabdır. That is an eraser, o pozandır. That is a notebook, demək, o qeyd dəftəridir. This, bu, that, o deməkdir. Demək, işarə vəzliklərimiz bu. This, o, that. Bu qələmdir. This is a pen. Bu kitabdır. This is a book. O pozandır. That is an eraser. O qeyd dəftəri. That is a notebook. I have got a dog. Her name is Pat. She can do this. She can do that. Look at my dog. Tricks she can do. I love my dog. She loves me too. Bu dərsləri əzbər demək olar ki, biləcəyik. Çünki mən onları dəfələrlə sizdən təkrarladım. Goodbye, sağ olun deməkdir. Bye bye da hələlik deməkdir. How old are you? Sən neçə yaşın var? I am 6, mənim 6 yaşım var. Happy, xoşbəxt, sad, üzgün, qəmgin, mad, acıqlı, hirsli, shy, utancaq, scared, qorxmuş. Uşaqlar, bir dənə şeirimiz vardı. 1, 2, I love you, 3, 4, touch the floor, 5, 6, mix and mix, 7, 8, it's great, 9, 10, play again. Daha sonra sayılarımızı öyrənmişdik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Hello, salam, hi, salam, what's your name, sənin adın nədir? My name is Turan, məsəl üçün mənim adım Turan deməkdir. Bu qədər uşaqlar. Turan, uşaqlara nə demək istəyirsən? Buradan görsərik. Neynəsinlər? Like atsınlar. Like atsınlar. Turanı bəyənin ki, Turan da sizə yaxşı, maraqlı şeylər öyrətsin.